Salam, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənib bu məlumatı hamı bilsin. Mən bilirəm ki, evdə evli olan şəxslər, yaşlı olan şəxslər və digər səbəblərdən evdə bayaq çıxan bilməyən şəxslər əziyyət çəkir səhər düzəltməyə. Mən özüm də evli olan şəxsə ona görə və problemlə tez-tez rastlaşıram. Qeyd eləmək ki, məlumat vermək istəyirəm ki, Hasan xidmətdə sayaq xidməti var. Bununla bağlı, notar xidmətindən müraciət edə bilərsiniz, vergi xidmətindən müraciət edə bilərsiniz, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə müraciət edə bilərsiniz, sürücü vəsiqəsinin dəyişdirilməsinə müraciət edə bilərsiniz. Düzdür, orada biraz qiymətlər başqadır, biraz bahadır. Orada həm rüsum ağı var, həm bələdiyyədə xidmət haqqı ağı var. Hər işində öz rüsumu var, bələdiyyə. Xidmət haqqısı da var. Onun yerində dəqiqləşdirə bilərsiniz. Amma bələdiyyədə birinci qrup evlər həmin bələdiyyə xidmət haqqlarını azaltdı, ancaq rüsumu ödəyirlər. Və digər imtiyazlı təbəqələr də var. Onun yerində dəqiqləşdirin. Və bundan əlavə qeyd edin ki, hüquqi məsələlər almaq üçün mənim telefonum var. Videonun izahı yerində YouTube kanalından qeyd olunub. Eyni zamanda YouTube kanalının short bölməsində var. Dediyim kimi, mən də evli olan şəxsin evli arabasındayım və problemlərlə tez rastlaşıram. Harasa gedmə, əlavə maşın tutmayam, harasa kiməsə xahiş eləməyə aparmalıdır və ya ödəniş eləmək. Hamısına yaxşı evdədir. Amma ki, qiymətlər uyğun olsa. İndi siz də müraciət edərsiniz, əgər sizə qiymətlər uyğun olsa, istifadə edin. Yox, əgər baha olsa, gedib yerini edə bilərsiniz. Amma bu məsələni etmirlər. Yəni, bələdiyyədə evin alqı-satqı məsələsi, bir də vəsaitin məsələsi. Digər məsələlər yerində, yəni, sayaq xidmət həll edir. Amma alqı-satqı və vəsait məsələsinə bağlı, yalnız Hasan xidmətə girməlisiniz. Diqqətinizə görə çox sağ olun. Abunə olmağı unutmayın. Bir də dəstək üçün videonu bəyənin, hamı bilsin. Sağ olun.